Salam. Yəqin ki, çoxunuza tanış olan bir his var. Hər şeyin üst-üstə gəldiyi, tamamilə tükəndiyiniz və heç nəyə heç bir şeyə gücünüzün çatmadığını düşündüyünüz o anlar. Bugün biz məhz bu gücsüzlük hissindən danışacağıq və onun arxasında yatan həqiqətləri birlikdə aydınlaşdıracağıq. Gəlin bir anlıq səmimi olaq. Heç olubmu ki, səhər yuxudan oyanırsınız, amma nəinki yataqdan qalxmaq, heç barmağınızı tərpətməyə belə həvəsiniz olmur? Sanki bütün enerjiniz, bütün motivasiyanız bir gecədə buxarlanıb gedib. Bax, bu hiss sadəcə tənbəllik deyil, yox. Bu adətən daha dərin bir məsələnin bizə verdiyi bir siqnaldır. Bəs gəlin aydınlaşdıraq, bu gücsüzlük deyilən şey nədir əslində? Bilirsiniz, bu təkcə fiziki yorğunluq deyil, bu həm də ruhun yorğunluğudur. Psixoloji olaraq özünüzü tamamilə boş, enerjisiz və məqsədsiz hiss etdiyiniz bir tükənmişlik haldır. Elə bil ki, daxili batareyanız sıfırlanıb. Yaxşı, bəs bu hiss hardan gəlir? Kökü hardadır? Gəlin indi biraz dərinə gedək və problemin psixoloji köklərini anlamağa çalışaq. Çünki cavab adətən elə bizim öz içimizdə gizlənir. Məsələnin kökü əslində çox vaxt çox sadə bir qarşıdurmadır. Baxın, bir tərəfdə durur sizin ürəyinizin dərinliyindən gələn o həqiqi istəklər. O biri tərəfdə isə cəmiyyətin, ailənin, yəni başqalarının bizdən gözləntiləri, bizə yüklədiyi məqsədlər. Biz özümüzə aid olmayan bir yolda addımlayanda ruhumuz buna etiraz edir və bu etirazın nəticəsi olaraq bütün enerjimizi əlimizdən alır. Və bilirsiniz, bu daxili mübarizə səssiz qalmır. Bədənimiz də, ruhumuz da bizə siqnallar göndərməyə başlayır. Onlar heç vaxt yalan danışmır. Ona görə də gəlin indi o siqnallara diqqətlə qulaq asaq. Bədənimiz bu daxili gərginliyə dərhal reaksiya verir. Bitib tükənməyən bir yorğunluq, qan dövranında yaranan problemlər, hətta inanmazsınız, dişlərdə yaranan problemlər, duruş pozğunluğu. Bunların hər biri o psixoloji yükün fiziki təzahürü ola bilər. Bədənimiz sanki qışqırır. Bir dəqiqə dayan, nəsə qaydasında deyil. Təbii ki, təkcə bədənimiz danışmır. Əsas zərbəni ruhumuz alır. Bu vəziyyət uzun müddət davam edəndə təəssüf ki, depressiyaya gətirib çıxara bilir. Həyat enerjisi tamamilə yox olur, insan getdikcə özünə qapanır, dostlardan, ətrafdan uzaqlaşır və özünə olan bütün inamını itirir. Bu həqiqətən də çox ciddi bir vəziyyətdir. Yaxşı, bu qədər qaranlıq mənzərə çəkdik, amma narahat olmayın, hər tunelin sonunda bir işıq var. Əsas məsələ odur ki, çıxış yolu var. İndi gəlin o itirdiyimiz gücü necə geri qaytara biləcəyimizdən danışaq. Çünki idarə etməni yenidən öz əlimizə almaq mümkündür. Deməli, nə etməliyik? Baxın, 4 çox vacib, amma əslində çox sadə addım var. Birincisi, motivasiyanı sıfırdan qurmaq. Özünüzə dürüst sual verin. Mən həqiqətən nə istəyirəm? İkincisi, kiçik addımlar atın. Böyük hədəflər qoyub özünüzü qorxutmayın. Yox. Xırda-xırda başlayın, hər balaca qələbə sizə güc verəcək. Üçüncüsü, bədəninizə qulluq edin. Sağlam yeyin, hərəkət edin, yatın və dördüncüsü, ən əsası, danışın. Duyğularınızı içinizdə boğmayın. Yazın, çəkin, dostunuzla bölüşün, amma mütləq ifadə edin. Və burada bir şey xüsusilə vurğulamaq istəyirəm. Bu çox vacibdir. Əgər bu tükənmişlik, bu gücsüzlük hissi uzun müddətdir ki, sizi tərk etmirsə, bu artıq depressiyanın bir əlaməti ola bilər. Belə bir vəziyyətdə peşəkar dəstək almaqdan əsla çəkinməyin. Unutmayın, psixoloqa getmək zəiflik əlaməti deyil. Əksinə, özünə dəyər verməyin, sağalmaq üçün atılan ən cəsur addımlardan biridir. Yekun olaraq sizə bir sualım var. Hər şeyi bir kənara qoyun və düşünün. Sizin o əsl, ürəkdən gələn arzunuza doğru bugün ata biləcəyiniz ən balaca, ən kiçik addım nədir? Bəlkə bu sadəcə kiməsə zəng etməkdir, bəlkə bir səhifə kitab oxumaq, bəlkə də 10 dəqiqəlik bir gəzinti. Unutmayın, ən uzun yollar belə o ilk addımla başlayır. Bəlkə də hər şey elə o addımdan sonra dəyişəcək.